Bilirsiniz, məni həkim kimi ən çox nə təəccübləndirir? İnsanların 40 yaşdan sonra kökəlməsi yox. Məni təəccübləndirən odur ki, onlar illərlə özlərini elə pəhrizlərlə əziyyət verirlər ki, o pəhrizlər nə vaxtsa işləməyib, indi də işləməyəcək. Bugün mən sizə 40 yaşdan sonra arıqlamaq haqqında həqiqəti danışacağım. Elə bir həqiqəti ki, siz bunu nə ideal bədənli blogerlərdən eşidəcəksiniz, nə də möcüzəvi arıqladan vasitə satanlardan. Mən doktor Azərəm. Uzun illərdir tibbdəyəm və bu illər ərzində bir şeyi çox aydın gördüm. Düzgün arıqlayan insan bunu bir dəfə edir və nəticəni saxlayır. Tez nəticə dalınca qaçan insan isə dönə-dönə geri qayıdır. Hər dəfə də əvvəlkindən biraz daha çox çəki ilə. Bu videoda siz 40 yaşdan sonra işləyən əsas prinsipləri öyrənəcəksiniz. Kalori hesablamadan, aclıq çəkmədən, sehirli həb olmadan, sadəcə elmi əsaslı və həyatda işləyən yanaşmalarla. Və videonun sonuna qədər mütləq qalın. Çünki orada arıqlamağı ən çox bloklayan əsas səhvi deyəcəm. Elə bir səhvi ki, 40-dan sonra insanların böyük hissəsi məhz buna görə ilişib qalır. İndi özünüzə bir sual verin. Son bir neçə ildə neçə dəfə pəhrizə başlamısınız? Kefir pəhrizi, qarabaşaq pəhrizi, karbohidratı tam kəsmək, interval aclıq, kalori saymaq. Və nəticə nə olub? Biraz çəki gedib, sonra yenə qayıdıb. Bəzən daha da çox qayıdıb. Ən vacib həqiqət budur. Problem sizdə deyil. Problem ondadır ki, 40 yaşdan sonra orqanizm artıq başqa qaydalarla işləyir. 25 yaşda nisbətən işləyən üsulu 45 yaşda da eyni nəticə ilə gözləmək düzgün deyil. Fiziologiya dəyişir, metabolizm dəyişir, əzələ və yağ nisbəti dəyişir, hormonlar dəyişir və əgər bu dəyişiklikləri nəzərə almırsınızsa, siz pəhriz saxlamırsınız, sadəcə orqanizminizlə mübarizə aparırsınız. Niyə 40-dan sonra çəki daha asan artır? Birinci səbəb, metabolizm əvvəlki kimi işləmir. Yaş artdıqca orqanizmin enerji sərfiyyatı azalır. Bu tənbəllik deyil, bu iradə zəifliyi deyil, bu biologiyadır. Hüceyrələr əvvəlki kimi aktiv işləmir. Enerji istehsalı zəifləyir. Bədən eyni qidanı əvvəlki kimi xərcləmir. İkinci səbəb, əzələ kütləsi azalır. Bu çox vacibdir. Çünki əzələlər sizin əsas enerji yandıran toxumanızdır. Əzələ nə qədər azdırsa, bədən istirahətdə də bir o qədər az enerji sərf edir. Yəni siz əvvəlki qədər yesəniz belə, orqanizm artıq onu əvvəlki kimi istifadə etmir. Üçüncü səbəb isə ən hiyləgəridir, hormonlar. Qadınlarda 40-dan sonra hormonal keçid dövrü başlayır. Estrogen dəyişir və yağın bədəndə paylanması da dəyişir. Əvvəllər bud və ombada toplanan yağ getdikcə qarın nahiyəsində yığılmağa başlayır. Kişilərdə də oxşar vəziyyət olur. Testosteron azalır, əzələ kütləsi aşağı düşür, qarın bölgəsində yağ artmağa başlayır. Mənim bir pasiyentim olmuşdu. 44 yaşı vardı. Bütün həyatı boyu stabil çəkidə olmuşdu. Son 2 ildə isə təxminən 15 kilo çəki yığmışdı. Deyirdi, doktor, mən heç nə dəyişməmişəm. Əvvəl necə yeyirdimsə, elə yeyirəm. Əvvəl necə yaşayırdımsa, elə yaşayıram. Və əsas problem də məhz bu idi. Əvvəlki kimi artıq işləmirdi. Əsas sual. Bəs nə etmək lazımdır? İnsanların ən böyük səhvi odur ki, onlar 40-dan sonra da arıqlamağa 20 yaşın qaydaları ilə çalışırlar. Az yeyirlər, yağı tam kəsirlər, karbohidratı düşmən elan edirlər, bir neçə gün dözürlər, sonra bədən cavab verir. Soyuqluq hissi, yuxululuq, əsəbilik, şirniyyata güclü meyl və bir müddət sonra geri qayıdan çəki. Çünki bədən bunu sağlam sistem kimi yox, təhlükə kimi qəbul edir. Kalorini çox sərt azaltdıqda orqanizm qorunma rejiminə keçir. Metabolizm daha da yavaşıyır. Stres hormonları artır və yağ xüsusilə qarın bölgəsində daha asan yığılmağa başlayır. Deməli, əsas məqsəd qısa müddətli pəhriz yox, illərlə işləyəcək şəxsi sistem qurmaqdır. Və indi biz məhz həmin sistemə keçəcəyik. Belə sistemin ilk və ən vacib elementi səhər yeməyidir. Bir çox insan səhər yeməyinə kifayət qədər diqqət yetirmir. Bəziləri sadəcə bir fincan qəhvə ilə kifayətlənir. Bəziləri isə çörək və şirniyyatla günü başlayır. Problem ondadır ki, belə səhər yeməyi bədəni uzun müddət tox saxlamır. Qan şəkəri sürətlə qalxır. Bir neçə saat sonra isə eyni sürətlə aşağı düşür. Nəticədə günün ortasında güclü aclıq hissi yaranır.
İnsan isə çox vaxt şirniyyata və ya sürətli karbohidratlara yönəlir. Bu səbəbdən səhər yeməyində zülalın olması çox vacibdir. Zülal metabolizmi aktivləşdirir, uzun müddət toxluq hissi yaradır və gün ərzində lazımsız qəlyanaltıları azaldır. Məsələn, yumurta, kəsmi, balıq və ya digər zülal mənbələri yaxşı seçim ola bilər. Bu sadə görünür, amma metabolizm üçün çox güclü siqnaldır. İkinci vacib prinsip isə yağlarla bağlıdır. Uzun illər insanlara deyilib ki, yağ zərərlidir. Bu fikir hələ də çoxlarının düşüncəsində qalır. Amma müasir tibb göstərir ki, keyfiyyətli yağlar orqanizm üçün vacibdir. Xüsusilə 40 yaşdan sonra. Çünki hormonların sintezi üçün yağlar lazımdır. Hormon balansı isə metabolizmə birbaşa təsir edir. Məsələn, zeytun yağı, qoz fındıq, avokado və yağlı balıq kimi məhsullar orqanizm üçün faydalı yağ mənbələridir. Bu məhsullar həm də uzun müddət toxluq hissi yaradır. Bu isə gün ərzində lazımsız kalori qəbulunu azaldır. Üçüncü prinsip karbohidratlarla bağlıdır. Bir çox insan iki ifrat arasında qalır. Ya çox karbohidrat yeyir, ya da onları tamamilə rasiondan çıxarır. Amma düzgün yanaşma balansdır. Sadə karbohidratlar, ağ çörək, şəkər, şirniyyatlar qan şəkərini sürətlə yüksəldir. Bu isə insulin səviyyəsinin tez-tez dəyişməsinə səbəb olur. Nəticədə enerji dalğalanır və aclıq hissi tez qayıdır. Buna görə də əsasən kompleks karbohidratlara üstünlük vermək lazımdır. Məsələn, qarabaşaq, yulaf, paxlallar və tam taxıllar. Onlar daha yavaş həzm olunur və enerjini daha stabil şəkildə təmin edir. İndi isə çox maraqlı bir məqamdan danışaq. Bir çox insan düşünür ki, az yemək arıqlamağın ən sürətli yoludur. Amma 40 yaşdan sonra bu yanaşma çox vaxt əks nəticə verir. Çünki bədən uzun müddət enerji çatışmazlığı hiss etdikdə metabolizmi yavaşlada bilər. Orqanizm enerji sərfiyyatını azaldır və mövcud ehtiyatları qorumağa çalışır. Bu isə arıqlama prosesini çətinləşdirir. Bu səbəbdən əsas məqsəd bədəni aclıq rejiminə salmaq deyil, onu balanslı şəkildə qidalandırmaqdır. İndi isə hərəkətdən danışaq. Bir çox insan düşünür ki, arıqlamaq üçün mütləq idman zalına getmək lazımdır. Amma 40 yaşdan sonra ən effektiv üsullardan biri sadə gündəlik aktivliyidir. Məsələn, müntəzəm gəzinti. Gəzinti qan dövranını yaxşılaşdırır, metabolizmi aktivləşdirir və enerji sərfiyyatını artırır. Buna əlavə olaraq həftədə bir neçə dəfə yüngül güc məşqləri etmək əzələ kütləsini qorumağa kömək edir. Əzələlər isə metabolizmin əsas enerji mühərrikidir. Arıqlama prosesində çox vaxt diqqətdən qaçan iki amil var: yuxu və stres. Kifayət qədər yatmayan insanlarda iştahı tənzimləyən hormonlar dəyişir. Aclıq hissini artıran hormonlar yüksəlir, toxluq hissini yaradan hormonlar isə azalır. Bu isə insanın daha çox yeməsinə səbəb ola bilər. Bundan əlavə, stres də metabolizmə ciddi təsir edir. Stres hormonları yüksək olduqda bədən enerji ehtiyatlarını qorumağa meyilli olur. Bu səbəbdən 40 yaşdan sonra sağlam həyat tərzinin əsas hissələrindən biri stresi idarə etməyi öyrənməkdir. İndi isə videonun əvvəlində dediyim əsas məqama gələk. Arıqlama prosesini ən çox bloklayan faktor nədir? Səbirsizlik. İnsanlar bir neçə həftə ərzində böyük nəticə gözləyirlər. Amma sağlam və stabil arıqlama adətən tədricən baş verir. Məhz bu temp bədənin yeni vəziyyətə uyğunlaşmasına imkan verir. Belə olduqda çəki daha stabil qalır və geri qayıtma ehtimalı azalır. Beləliklə, əsas fikirləri qısaca xatırlayaq. 40 yaşdan sonra arıqlamaq üçün balanslı qidalanma sistemi qurmaq, müntəzəm hərəkət etmək, əzələ kütləsini qorumaq, kifayət qədər yatmaq və stresi idarə etmək vacibdir. Bu prinsiplər qısa müddətli pəhriz deyil, uzun müddətli sağlam həyat tərzinin əsasını təşkil edir. Mən Doktor Azərəm. Növbəti videoda çox maraqlı və vacib bir mövzudan danışacağam. Bizim bir çoxumuz hələ də illər əvvəl formalaşmış bəzi vərdişlərlə yaşayırıq. Bu vərdişlər uzun müddət normal hesab olunub. Amma 40 yaşdan sonra onların bəziləri sağlamlığa ciddi zərər verə bilər. Növbəti videoda məhz bu mövzudan danışacağam. Keçmişdən qalan və bugün də davam edən vərdişlər. Amma insanların çoxunun
onları sadəcə yaşla bağlı problemlər kimi qəbul etdiyi hallar. Sağ olun, salamat qalın.